Davam edirik. Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycana həsr olunmuş Zəngəzur Yurdum Mənim adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, dövlət himni səsləndirilib. Naxçıvan Dövlət Universitetinin rektoru İlburis İsayev qeyd edib ki, bugün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, bugün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycanda yeni reallıqlar formalaşdırır. Vurğulanıb ki, Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident cənab İlham Əliyev ata vəsiyyətinə əməl edərək torpaqlarımızı işğaldan azad etdiyi kimi Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri Mahirə Nağıqızı çıxış edərək bildirib ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişdirmir. Bildirilib ki, dövlətimiz mədəniyyət sahəsində xalqımıza məxsus qeyri-maddi və maddi mədəni irs nümunələrinin qorunması və təbliği üçün əlindən gələni edir. Qərbi Azərbaycandan olan soydaşlarımız isə öz yurtlarından didərgin salınsalar da, tarixi torpaqlarımıza aid olan folklor nümunələrini yaddaşlarında qoruyub saxlayıb və bugünümüzə daşıyıblar. Mən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü olaraq, bir ziyalı olaraq o qədər qürurluyam ki, həddindən artıq qürurluyam. Nəyə görə? Mən uşaqlarda istedadlı gördükcə güvənim artır. Təsəvvür edirsiniz, o qədər güvənliyəm ki, sabah Qərbi Azərbaycana bayrağı aparanlardır bunlar. Bugün biri qarmanda, biri piyanada, biri sazda, biri tarda, müxtəlif musiqi alətlərində dünya musiqisindən və Azərbaycan musiqisinin incilərindən elə gözəl məqamları bizə təqdim etdilər ki, çox yüksək əhval-ruhiyyədə olduq, çox güvəndimiz artdı. Mən çox qürurluyam, fəxr edirəm ki, bir kənd musiqi məktəbinin bu qədər istedadlı uşaqları var. Tədbir bədii hissi ilə davam edib. Kəngərli rayonu Çalğanqala Kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Dərələyəz, Tarantella, Sarıgəlin, Sirlibağ, Azərbaycan, Dilican və digər musiqi nömrələri ifa ediblər. Sonda kollektivə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim olunub. Samirə Həsənli xanım, Rüstəmzadə, Namiq Abbasov, NTV Xəbər.